İnsan Allah'ın elmini xatırlasa, gizlində və aşkarda Allah'tan həya edəcək. Allah Teala Quran-ı Kerimdə buyurur: Bismillahirrahmanirrahim. Ələm ya'ləm bi ennəllaha yara. Məgər bilmir ki, Allah onu görür. İnsan bu etiqadı özündə möhkəmləndirsə, gizlində və aşkarda Allah'tan həya edəcək. Allah'ın əffini xatırlamaq bais olur ki, insan günahlarına görə tövbə edə, Allah'a tərəf qayıda. Bunların hamısı qəlbi olan zikirlərdir. Quran buyuranda ki, qəlblər yalnız Allah'ı zikr etməklə aram olar, tək Allah'ın adını dildə deməklə deyil, bəlkə bütün vücudu ilə Allah'ın qüdrətini, Allah'ın elmini, Allah'ın əzəmətini, Allah'ın hazır və nazir olmasına diqqət etməklədir. İnsanın Allah'a olan bu diqqəti onun xeyir əməlləri hərəkətinin başlanğıcı olacaq və insanla günah arasında möhkəm bir səl yaradacaq. Həqiqi zikirdə budur. İnsanın Allah'a məhəbbəti yoxsa, ondan qorxsa, səbəb olacaq ki, məhəbbət bəslədiyi varlığın istədiyi kimi yaşaya. Öz həyatını onun istəyinə uyğun tənzimləyə. İnsanın həyatını tənzimləyən, pis işlərdən, fəsaddan çəkindirən və fəsadla mübarizəyə yönəldən, xeyir işlərə yönəldən zikir insanın qəlbinə aramlıq gətirər. Belə bir zikir Allah'ın insanı yad etməyinə səbəb olar. Fəzkuruni əzkurkum. Məni yad edin, mən də sizi yad edim. Allah'ın insanı yad etməyinə səbəb olan zikir cəmiyyətlərin, millətlərin, xalqların qurtuluşuna səbəb olar. Allah Teala Quran-ı Kerimdə buyurur: "Vəzkurullaha kəsiran la'allakum tuflihun." Allah'ı çox zikr edin. Ümid var ki, Allah Teala sizə qurtuluş versin, nicat versin. Belə bir zikrin kökündə iman durur. Xalqlar, cəmiyyətlər, insanlar iman gətirib təqvalı olsalar, qurtuluş taparlar. Allah Teala onların qəlblərinə aramlıq nazil edər. Huvəllazi ənzələs-səkinətə fi qulubil mu'minin. Möminlərin qəlblərinə səkinə və aramlıq nazil edən yalnız Allah'dır.